Çoban var, sürünü aparıb gətirər. Çoban da var, otarıb gətirər. Bu atalar məsələni hələ uşaqlıqdan yaxşı bilən, çoban peşəsini özünə həyat yolu seçən, yayı yaylaqda, qışı qışlaqda keçirən bu adamlar 1986-cı ilin baharını da yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Ucu-bucağı görünməyən Muğanı ata-babadan özlərinə yurd yeri seçmiş lirik çobanları hazırda Lapatin qışlaqlarında 60 mindən çox qoyun-quzu bəsləyirlər. Yaz gəlib, yer göyərib, ancaq bu ot tayalarını əl dəyməyib. Bu bol yem ehtiyatı hesabına da sürülər yaza gümrah çıxarılıb. Dünya görmüşlər deyirlər ki, Muğanın boylu da bol olacaq. Göz işlədikcə uzanan çöllər yamyaşıl dona bürünüb. Təki bir dəfə yaz yağışı düşə. Muğanın otunu yığmaqla qurtarmaq olmaz. Komsomol sovxozunun qışlaqlarında keçirilən bu təntənə də davarı Muğanın sərt qışından uğurla çıxaran çobanların şəninədir. Keçən qışlamanın yekunlarına görə Respublika Sosializm yarışında qalib gələn sovxozun adlı sanlı çobanı 2 Lenin ordenli Sarxan Hüseynov ötən il hər qoyundan 6 kiloqram 300 qram yun qırxmış, ətliyə verilən hər baş qoyunun diri çəkisini 50 kiloqrama çatdırmışdır. İndi rayonun bütün qoyunçuluq briqadalarında bu göstəricilər uğrunda sosializm yarışı davam edir. Hər il olduğu kimi yun qırxımına hazırlıq və yaylağa köç bu təntənə ilə başlanır. Rayonun bütün çobanları bir yerə toplaşır, qarşıdakı işləri müzakirə edirlər. Lerik rayon partiya komitəsinin birinci katibi Soltan Məmmədov və digər çıxış edənlər partiyamızın 27-ci qurultayının heyvandarlar qarşısında qoyduğu vəzifələrdən, bu çətin və şərəfli işlərin yerinə yetirilməsində imkanlardan səmərəli və təsərrüfatçılıqla istifadə edilməsindən danışdılar. Şənlik, üzün ağ olsun çoban, arxan dağ olsun çoban, qədim xalq mahnısının xoş sədaları ilə başa çatır. Çobanları yaylaqlara, köç hazırlığı görməyə çağırır.